Birinci ingilis dili ilə başladım. Onun, listening gələnə kimi qrammatikanı bitirdim. Listeningə qulaq asıb onu bitirəndən sonra da esseni bitirdim və, kodlaşdırmaya da onu elədim ki, yadımdan, heç nə çıxmasın. Sonra riyaziyyata keçdim ki, keçən imtahanda Azərbaycan dili çətin olduğu üçün mətnləri onları sona saxlamağı fikirləşdim. Sonra riyaziyyata keçdim, onu yazdım. Açıq suallardan bir dənə sualı bilmədiyim üçün onu hələlik saxladım. Azərbaycan dilinə keçdim, onun qrammatikasını yazdım. Sonra mətnləri işlədim. Mətnləri bitirəndən sonra riyaziyyatdan da son sualı yazıb, sona çatdırdım imtahanı. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 nömrəli tam orta ümumi məktəbinin şagirdi Əli Əsgərov bu il keçirilən buraxılış imtahanında yüksək nəticə əldə edərək maksimum 300 bal toplayan şagirdlər sırasında yer alıb. DEM Medias xəbər verir ki, əldə etdiyi uğur münasibətilə Əli Əsgərovu valideynləri və müəllimləri ürəkdən təbrik ediblər. O da öz növbəsində bu nəticənin qazanmasında əməyi olan məktəbin direktoru Rəna Rəfullayevaya və müəllimlərinə təşəkkürünü bildirib. O, gələcək planlarından danışarkən kiber təhlükəsizlik sahəsi üzrə maraq göstərdiyini və bu ixtisas üzrə təhsil almaq istədiyini vurğulayıb. Biraz qorxuzlu nə yalan deyim, amma, gördüm ki, onun Azərbaycan dilisi daha çətin idi. Ona görə də Azərbaycan dilinə biraz daha düşdüm qalan günlərimdə, və həqiqətən də düşən suallar əvvəlkinə nisbətən, gördüm uyğundular və yaxşı yaza bildim onun sayəsində. Yəni özümü itirmədim şəxsən, bu sualların çətinliyinə baxıb. Yəni daha çox çalışmağa davam elədim son günə qədər. Əmin idin 300 bal toplayacaqsınız? Əmin deyil idim. Bəzi açıq suallardan şübhəm var idi, amma, 290-dan plus yığacağımı gözləyirdim, amma 300 yığacağımdan da ümidim var idi, amma açığa çatmaq istəmədim çox da. 9-cu sinif imtahanı verəndən sonra, bu 2 il ərzində elə başladım hazırlaşmağa. Yay tətilində də, məktəb ərzində də hazırlaşmağa başladım. Müəllimlərimdən də kömək istədim. YouTube'dan da izahlara baxırdım, oradan da düşən sualları baxırdım. Başlıca anama təşəkkür eləmək istəyirəm. Mənə oxutdu, xərclərini çəkdi. Ona görə də ona çox təşəkkür edirəm. Sonra ailəmin digər üzvlərinə hamısına çox təşəkkür edirəm. Direktoruma, məktəb müəllimlərimə təşəkkür edirəm. Sonra 14 nömrəli məktəbdən Rəvanə müəlliməyə, Cəmilə müəlliməyə, sonra ingilis dilindən mənə kömək eləyən Mehriban müəlliməyə təşəkkürlərimi bildirirəm. İbtidai sinifdən Əli həmişə yaxşı oxuyub. Biz də onu yaxşı oxumağından həmişə fəxr eləmişik, həmişə yaxşı nəticələr əldə eləyib. Biz də Əliyə həmişə dəstək olmağa çalışmışıq, mən də, bacıları da. Sağ olsun, Əli də əziyyətimizi itirməyib, həmişə oxuyub, ağıllı olub, tərbiyəli olub. Yəni bir ana kimi mən Əlidən həmişə razı qalmışam. Bu nəticəsi də həqiqətən bizi çox sevindirdi, çox həyəcanlandırdı. Düzdür, Əli yaxşı yazdığını bildirirdi. İmtahandan sonra soruşduq. Dedi, yaxşı yazmışam. Amma 300 bal toplayacağını istəyirdim, gözləyirdim, amma bu qədər əmin deyildim. Bu gün o nəticəni eşidəndə həqiqətən çox sevindim. Allah bütün abituriyentlərimizə tələbə adı qazanmağı nəsib etsin. Heç bir abituriyentin, heç bir valideynin əziyyəti yerdə qalmasın. Əli Əsgərovun bu uğuru bir daha göstərir ki, məqsədyönlü hazırlıq və zəhmət yüksək nəticələrin əldə olunmasında əsas rol oynayır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.